xeyir, xoş gördük sizləri. Mən Nailiyə Axundova. Bugün sizlərlə 1 iyun tarixində 2025-ci il DİM-in birinci qruplar üçün təqdim etdiyi birinci şans imtahandakı riyaziyyat suallarının izahlarını paylaşacağım. C variantının suallarıdır. Hər birinizə bol şans və uğurlar arzulayıram. Ümidvaram ki, yaxşı nəticəniz vardır. Yoxlayın sualları nə dərəcədə doğru və yaxud da ki, yoxlayın və düzlərinizin sayını videonun şərh bölməsində yazın. Gedək suallarımıza. Birinci sual. Müsbət ədli ədədi silsilədə A1, A12, A11, A12, A13, A11 vura A12 olarsa silsilənin ilk 21 ədədinin cəmini tapın. Baxın, bu üçünün yerinə ardıcıldır. 3A12 yazarıq. Ədədi silsilədə ardıcıl verilibsə, ortadakının 3 misli bərabərdir belə bir cəmə. Yəni ortanın 2 misli kənarların cəmidir zaten. Bu A11 vur, A12 isə sağ sol A12'lər gedəndə A11 bərabərdir 3-ə. S21'i indeksi tək olanlar üçün də yaza bilərsiniz. Belə bir düsturumuz var. A, indeksin üzərinə 1 gəlib bölür 2'ye vururuq. 2K plus 1'ə. Yəni 21'in üstünə 1 gəldim 22. Böldüm 2'yə 11. Vur 21. Kimlər bu hissədə çətinlik çəkirsə, videonu geri çevirib o cümləyə bir də baxsınlar. Bu da bərabərdir. 3 vur 21 bərabərdir 63. Və ya S21'i yazaram. A1 plus A21 böl 2 vur 21. Zaten A1 plus A21 2A11 deməkdir. 2'ye böləndə elə A11 qalır. 21'ə də vuranda yenə eləyəcək 63. Cavabımız Y variantı. Çalışma 2. Verilmiş limiti hesaplamaq üçün surət və məxrəcin hər bir əddin x-a böləcək. Çünki yüksək dərəcə x-dir. Kökdə x-i də bölürəm x-a. Çıx 4x böl x bölünsün 2x böl x plus 1 böl x. Yəni limit x yaxınlaşır sonsuzluğa 1 böl kökdə x çıx 4 bölünsün 2 plus 1 böl x. Hansının məxrəcində dəyişən qalıbsa o sıfıra gedir. Çünki x sonsuz böyüdükdə kəsir. Sonsuz kiçilir. Mənfi 4'ü böldükdə 2'ye cevabımız mənfi 2'dir. C variantı. Çalışma 3. Verilmiş ABC 3 bucağında A bucağının B bucağına nisbəti 1'in 2'yedir. Yəni A bucağı alfadır, B bucağı 2 alfadır. BC 5x'dir, AC 6x'dir. Bizdən A bucağının kosinüsü soruşulur. Sinuslar teoreminə görə 5x'in sinus alfa nisbəti 6x'in sinus 2 alfa nisbəti. Sinus 2 alfanın da yerinə 2 sinus alfa kosinus alfa yazaram. Onda 2 sinus alfa kosinus alfa yazsaq sağ solda sinus alfalar ixtisar gedər. Zaten x'lər gedir. 2 ilə 6 ixtisar gedir. 3 geriyə qalır. Kosinus alfa 5'də 3'dür. O da 0,6'dır. Bizdən də bu bucağın kosinüsü soruşulurdu. B variantı 0,6. Çalışma 4. Y bərabər fx funksiyasının qrafiki verilmişdir. Verilmiş bu tənliyin neçə müxtəlif həqiqi kökü var. 4 çıx 3x kvadratını bir dəfə mənfi 5'ə, 4 çıx 3x kvadratını bir dəfə 4'ə bərabər etsək. 3x kvadrat 0'dırsa, x kvadrat 0'dır. Əslində buradan x kvadrat bərabər 0'dan 2 dənə kök var. İkisi də 0'dır. Amma bizə müxtəlif deyil deyə onun birini götürürük 0 və 3x kvadratı 9'dursa x kvadratı 3'dür. X'imiz plus minus kökdə 3'dür. Yəni biri kökdə 3'dür, biri mənfi kökdə 3'dür, biri də 0'dır. 3 müxtəlif həqiqi kökü vardır. B variantı. Çalışma 5. Verilmiş bu tənliyi həll etmək üçün birinci çevirim aparaq. 100 dərəcəni 90 plus 10 yazsaq, 90'da ad dəyişir, işarə olduğu kimi qalır. 2 kosinus x plus 10 çıx kosinus 10 plus x ad dəyişir, işarə olduğu kimi qalır. Bu olur. Bir dənə kosinus x plus 10 bərabərdir 0. X plus 10 bərabərdir 0 alır. 90 dərəcə plus 180 kada pi bölü 2 plus pi kada x-ə bərabərdir 80 dərəcə plus 180 k. Cavabımız D variantı. Çalışma 6. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənə aid kitabların yan-yana olmaq şərti ilə bütün kitabları rəfə neçə üsulla düzmək olar? Azərbaycan dili 2, riyaziyyat 3, kimya 2, coğrafiya
1-dirsə, Azərbaycan dili kitabları öz aralarında 2 faktorial kimya, 3 faktorial coğrafiya, riyaziyyat 3 faktorial kimya, 2 faktorial coğrafiya, 1 faktorial və 4 fən də öz arasında vur 4 faktorial üsulla yer dəyişsə, 2 vur 6 vur 2 vur 24. Cavabımız 576-dır. Y variantı. Çalışma 7. ABC müsbət ədədlərdə verilmiş bərabərlik doğru olarsa, hansı doğrudur? Bərabərlik. Demək, verilmiş bərabərliklərdən hansı doğrudur? Ayımız, bax, ABC müsbətdirsə, bunu bu baxışla açısı ilə də yaza bilərsiniz. Biri 1-dir, biri 3-dür, biri 2-dir. Bu cür müqayisə edə bilərsiniz. A, K-dır, B, 3K-dır, C, 2K-dır. Ən kiçiyi A-dır, ən böyüyü B-dir. A, C, B. Belə bir cavabımız C variantındadır. Çalışma 8. X kvadrat üzərinə gəl 10x, çıx y kvadratı, çıx 4y üzərinə gəl 21. 0 olarsa, x üstə gəl y cəmini tapın. Əvvəlcə tam kvadratı ayırıram. X plus 5'in kvadratı, çıx 25. Çıx. Bu ikisində mənfini çıxarsam, möhtərizə xaricinə topladı. Y plus 2'nin kvadratı çıxılsın 4. Bir də plus 21 bərabərdir 0'a. X üzərinə gəl 5'in kvadratı, çıx y plus 2'nin kvadratı. Baxın, qarşıda bir mənfi var deyə bu möhtərizəni açanda. Üstə gəl 4 olur, üstə gəl 21, bir də çıx 25'imiz var. Bərabərdir 0'a. Yəni x plus 5'in kvadratı çıx y plus 2'nin kvadratı 0'dır. Bir dəfə çıxaram, bir dəfə toplayaram. X üzərinə gəl 5, üzərinə gəl y plus 2, x üzərinə gəl 5, çıx y çıx 2, bərabərdir 0'a. Bir dəfə x plus y-miz mənfi 7'dir. X minus y-miz mənfi 3'dür. Bizdən plusun soruşur, cavabımız mənfi 7'dir. A variantı. Çalışma 9. Verilmiş tənliyi həll etmək üçün birinci hər birini ən yüksək dərəcəli 49 üstü, daha doğrusu ən yüksək əsaslı 49 üstü x-a bölək. 7 üzərinə gəl 5 vur, 7 üstü x-a çarparsam 7'də 2 üstü x, bərabər 2 vur, 7'də 2 üstü 2x. 7'də 2 üstü 2x çıx, 5 vur, 7'də 2 üstü x, çıx 7'də. Bir 7'də 2 üstü x-i t vəzəməsi aparsam, olur t kvadrat və onun müsbət olduğunu nəzərə alsam, çıx 5t, burada bir 2'miz də var, bir də çıx 7, bərabərdir 0'a. Vuruqlarını ayırsam, 2'ni apardım, vurdum axıra 14'dür, hasili mənfi 14, cəm mənfi 5 olan ədədlər, t çıxılsın 7, t üzərinə gəlinsin ki, 2'yə də bölürəm, ya t'imiz 2'də 7'dir, ya da t'imiz mənfi 1'dir. Mənfi 1 ola bilməz. Onda 7'də 2 üstü x-i bərabər etsəm, 2'də 7'yə, 2'də 7'ni də 7'də 2 üstü mənfi 1 yazsam, x bərabərdir mənfi 1'ə. C variantı. Çalışma 10. Perimetrlər nisbəti 2'nin 1'ə olan 2 oxşar 3 bucağın sahələri nisbətini tapın. O da əlbəttə ki, S1'in S2'yə nisbəti k kvadrat olacaq. Bu k'dırsa, k kvadratımız 4'ün 1'ədir. Y variantı. Çalışma 11. Katitləri 8 kökdə 2 olan bərabər yanlı ABC üçbucağının müstəvisinə aid olmayan bir S nöqtəsindən onun təpə nöqtələrinə qədər məsafələr bir-birinə bərabər olub, o da 10'dur. Bu bizə nə informasiya verir? Hündürlüyün oturacağı xarici çəkmiş çevrənin mərkəzindədir. Yəni düşəcək tam hipotenuzun orta nöqtəsinə. AB 8 kökdə 2'dir, BC 8 kökdə 2'dir. Növünə görə düzbucaqlı üçbucaqdır. Birinci işim AC'ni tapmaq olur. Pifagora görə 64 vur 2 plus 64 vur 2. Yəni 128 plus 128 256. Bu da eləyəcək 16 və yaxud da ki, katetin kökdə 2 misli. Bizdən soruşur, S nöqtəsindən hipotenuza qədər olan məsafəni tapın. Yəni sonu tapın, H-ı. O nöqtəsi hipotenuzun orta nöqtəsi olduğundan yarıya bölünür 8, 8. Sonu Pifagordan gedirik. 10'un kvadratı çıx 8'in kvadratı. 100 çıx 64. Cavabımız 36, yəni 6'dır. D variantı. Çalışma 12.
B çoxluğu A çoxluğunun A çoxluğudur. Eylervenlə də gedə bilərsiniz bunu. Baxın, bu A çoxluğudur, bu B çoxluğudur. A'nın element, B'nin elementləri 2, 5'dir. Bu hissə, baxın bu hissə A çıxılsın B'dir. Orada 1'imiz var, 3'ümüz var, 4'ümüz var. Bizdən A çoxluğunu soruşur. 1'dir, 2'dir, 3'dür, 4'dür, 5'dir. Cavabımız Y variantı. Fx funksiyasının grafikinə absisi x0 bərabər 5 nöqtəsinə çəkmiş toxunan tənliyi y bərabər 7x minus 3'dür. F5, F'5 cəmini bizdən soruşursa, gedək birinci tənliyi yazaq. Tənliyimiz hansı formadadır? F5 plus F'5 vurulsun x çıx 5 deyir, 7x minus 3'dür. Zaten bu bizə informasiya verdi ki, F'5'imiz 7'dir. Baxın, bunun yerinə 7 yazacağım. Buradan bir yerdən yazaq. F'5 bərabərdir. X-in əmsalı nədirsə, o bizim toxlanın bucaq əmsalıdır. F5 üzərinə gəl 7x çıx 35 bərabər 7x çıxılsın 3'dürsə F5 də bərabərdir 32. Biri 32'dir, digəri 7'dir. Topladıqda 39'dur. A variantı. Çalışma 14. Ədəd eli 3 natural ədədin cəmindən ibarətdir ki, onlardan birincisi 57'ye, ikincisi 24'e, üçüncüsü 19'a tam bölünür. Və alınan qismətlər bərabərdir. Verilmiş ədədin axırıncı rəqəmini tapın. Yəni birincisi 57x-dir, ikincisi 24x-dir, üçüncüsü 29x-dir, 19x-dir. Bunları bir toplasaq 100x, buranda bu ədədi. Son iki rəqəmi 0'dırsa, axırıncı rəqəm 0 olacaq. B variantı. Çalışma 15. Verilmiş ifadənin qiymətini tapmaq üçün kökdə 5'in mi 2/3'ün mü böyük olduğunu müəyyən eləməliyik, müqayisə edirik. 2/3'ü salsam kökün daxilinə, bu 5 tam %29'dur. Yəni 2/3 böyükdür, 2/3 çıx kökdə 5. 2/2'ni salsaq kökün daxilinə, 4 tam %84. Yəni kökdə 5'dən kiçikdir. Buradan olduğu kimi kökdə 5 çıx, 2/2 çıxır. Kökdə 5'lər gedir, geriyə qalır 0 tam 1/10. D variantı. Çalışma 16. B 5'dən kiçik değildir. Kök altında B çıxılsın. Bu ifadəni sadələşdirin. Kök altında 20B. 2 kökdə 5 vur, kökdə B-dirsə, onda kökün daxili. Kökdə B çıx, kökdə 5'in kvadratıdır. B 5'dən böyük bərabər olduğundan kökdə B çıx, kökdə 5 çıxır. Qarşıdakı çıxmanı nəzərə alsaq, plus kökdə 5, cavabımız kökdə 5'dir. Y variantı. Çalışma 17. Verilmiş bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Gəlin əvvəlcə çevrənin mərkəzlərinin hansı koordinat olduğunu müəyyən edək. Biri olur 3,1, digəri -3,1. İki nöqtə arasındakı məsafəyə görə AB məsafəsini araşdıraq. Kök altında 3 çıx -3'ün kvadratı plus 1 çıx 1'in kvadratı. Yəni 36 plus 0 cavabımız 6'dır. B variantı. Çalışma 18. Tərəfləri 24, 25 və 7 olan üçbucağın kiçik hündürlüyünü tapın. Verilmiş üçbucaq zaten növünə görə düzbucaqlı üçbucaqdır. Çünki bir tərəfin kvadratı digər iki tərəfin kvadratları cəminə bərabərsə Pifaqorun tərsi olan teoremə görə verilmiş üçbucaq düzbucaqlı üçbucaqdır. Katetlərdən biri 24, biri 7, hipotenuz 25'dirsə, kiçik hündürlük hipotenuza çəkilmiş hündürlükdür. Yəni HC-dir. O da katetləri hasilinin hipotenuza olan nisbətidir. 24 vur 7 böl 25. Bu da bərabərdir. Suriyyət və məxrəci 4 də vura bilərik. 24'ü vuraq 7'yə bir kənarda. 24 vur 7 bu edəcək 168. 168'i 25'e bölsə cavabımız 6 tam 25'də burada bir 18'imiz qalır. Sürət və məxrəci 4'ə vursam 6 tam %72. D variantı. Çalışma 19. Y bərabər 2x funksiyasının qrafiki belə bir qrafikdir. Koordinat başlanğıcından keçir. 0,1 parçasında hissəsinin absis ox ətrafında fırlanmasından belə bir fiqur əmələ gəlir və bizdən həmin fiqurun növü soruşulur. Cavabımız konusdur. C variantı. Çalışma 20. Y bərabər 3 sinus x çıx 2 kosinus x funksiyasını ala biləcəyi natural qiymətlərin cəmini tapın. A sinus alfa plus B kosinus alfanın qiymətlər çoxluğu mənfi kökdə A kvadrat plus B kvadratı ilə müsbət kökdə A kvadrat plus B kvadrat arasında qiymətlər alır. A 3'dür, B -2'dir. Bunun fərqi yoxdur. A sinusun əmsalıdır ya kosinusun əmsalıdır. Kök altında 9 plus
mənfi 2-nin kvadratı 4, kökdə 13. Deməli, qiymətlər oblastda olacaq. Mənfi kökdə 13, müsbət kökdə 13. Bu aradakı natural qiymətlərinin cəmi soruşur. Biri 1-dir, biri 2-dir, biri də 3-dür. Bizdən cəm soruşur. Cavabımız 6-dır. A variantı. Çalışma 21. Təzə meyvə qurudulduqda kütləsinin 80%-ni itirir. 32 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? 80%-ni itirirsə, onda belə çıxır ki, qalan 20%-dir. 20%-i 32 olan ədədi araşdıracaq. Bəs 100% nə qədərdir? 100-ü 32-yə vurub 20-yə bölürük. Bu da eləyir 160. Cavabımız C variantı. Çalışma 22. Qrafiki təsvir olmuş y bərabər fx xətti funksiyasının, fx ibtidai funksiyasının ümumi şəklini göstərir. Gəlin, birinci düz xəttin tənliyi yazaq. K mənfi y-in x olan nisbətidir. Mənfi 1/1, mənfi 1-dir. Bu y oxunarda kəsibsə oldu. Yəni, mənfi x plus 1-dir. Onda ibtidai funksiyamız olur. Mənfi x kvadrat bölü 2 plus x plus c, yəni B variantı. Çalışma 23. Verilmiş bu bərabərsizliyin tam əllər çoxluğundan təsadüf seçilmiş bir ədədin mənfi ədəd olmaması hadisəsinin ehtimalını tapın. Birinci vuruqlarını ayırsaq, x üstə gəl 5, x çıxılsın 3, bölünsün, modul x üstə gəl 5, kiçikdir bərabərdir 0-dan. X mənfi 5 ala bilməz, məxrəc müsbətdir, məxrəcdən işim yoxdur. Sürətin sıfırlarını ədəd-oxumda qeyd edirəm, mənfi 5-i almır, amma 3-ü almaq şərti ilə intervallara ayırıb plus minuslasam, mənə mənfi araq lazımdır. Mənfi 5, 3 yarım intervalı. Bu araqda 4 mənfi ədəd var. 1 neytralım var, 0 neytral. 3 müsbət ədədim var. Müsbət. Bizə deyir ki, seçilmiş bir ədədin mənfi olmaması, mənfi deyilsə ya neytraldır, ya da müsbətdir. 8-dən 4-dür cavabımız. 2-də 1 və ya 0,5-dir. Çalışma 24. Xarici bucağı 36 olan düzgün çoxbucaqlının neçə diaqonal var? Birinci tərəflərinin sayını araşdıraq. 360 böl beta düsturu ilə 360-ı bölürəm 36-ya 10 bucaqlıdır. 10 bucaqlının diaqonallarının sayı n vur n minus 3 böl 2 düsturu ilə hesablansa 10 vur 7 böl 2 cavabımız 35'dir. Çalışma 25. Verilmiş bu x və y-ə görə belə bir cəmi necə hesablayaram? Loqaritma 4 əsasdan 27. 2 ilə 3 arasında olan ədəd, yəni 2 tam neçəsə, 3-dən 38, 3 ilə 4 arasında olan ədəd, yəni 3 tam neçəsə, x çıx y-dən y böyükdür deyə y çıx x çıx 3-dən 3 böyükdür deyə 3 çıx x, amma qarşıda çıxma var deyə çıx 3 üzərinə gəl x, 5 çıx y-dən elə 5 çıxılsın, y çıxır. Bir də topla 5 çıx y-lər, x-lər islah gedir, cavabımız 2-dir. Çalışma 26. B parametrin hansı qiymətini verilmiş tənliyin köklərinin kvadratları cəmi ən kiçik olar. Yəni, x1 üzərinə gəl, x2-nin kvadrat çıx, 2x1, x2. V teoreminə görə cəm əks işarə ilə götürmüş ikinci həddin əmsalı, hasil mənfi 2b-yə bərabərdir. Yəni, 2b çıxılsın, 3-ün kvadrat çıx, 2 vurulsun, mənfi 2b. 4b kvadratı çıxılsın, 12b, plus 9, plus 4b bərabər. 4b kvadrat çıxılsın, 8b plus 9, mənfi ikinci həddin əmsalı bölünsün. 2 vur, birinci həddin əmsalı. Yəni, mənfi b bölü 2 ayımızı araşdıracaq. Mənfi 8 böl 2 vur 4. Cavabımız 1-dir. Çalışma 27. Uyğunluğu müəyyən edin. Diqqət yetirin. Baxın, bu şəkilə görə bu balaca bucaq ki var, bu ikisinin cəmi 80-dir, düzdür. Bura alfadır, düzdür. Alfanın qonşusu ilə 30-un cəmi 80-dirsə, onda bu bucaq 50-dir. 50-nin qonşusudur deyə alfa 130 dərəcədir. 30-dan da beta üzbəüz bucaqlardır, qarşılıqlı bucaqdır. Betamız 30-dur. Alfanın 130 olması var. C-də 1-ə C aiddir. İkisinin cəmi də 160 olan var B-də. Keçdik ikincinə. Alfa bucağı 70-dən 50-nin cəminə bərabərdir. Yəni 120-dir var Y-də.
Və beta bucağı da 130 dərəcədir. 150 bucağı, qonşu bucağı olduğundan. Vardımı belə bir betanın 130 olması? Yoxdur. Cəmi də neçədir? 250 beləsi də yoxdur. Üçüncü də beta 120 dərəcədir. 60-ın qonşusu. Alfa isə 40 ilə 60-ın cəminə bərabərdir. 100 dərəcədir. Bu ikisinin cəmi də 220 dərəcə olan D-də vardı. 3-ə D aiddir. 1 BC-dir. 2 Y-dir. 3-ə D aiddir. Çalışma 28. Elmir və Gülnarın da olduğu düşərgədə Elmir oğlanların sayının qızlarının sayını olan nisbətini hesablayanda özünü və Gülnarı saymağı unudur və 5-3 kəsirini tapır. Gülnar isə oğlanların sayını qızların sayına nisbətini hesablayanda özünü saymağı yaddan çıxarır. Amma Elmiri isə 2 dəfə sayır. Nəticədə 3-2 kəsirini tapır. Düşərgədə neçə uşaq var? Gəlin oğlanları X götürək, qızlar Y olsun. Elmirin hesaplamasına baxaq. Özündə unudur, Gülnarı da unudur. 5-3 kəsirini tapır. Gülnar isə Elmiri 2 dəfə sayır, yəni oğlanları 1 dəfə artırır, amma özünü saymağı yaddan çıxarır. Y çıx 1, nəticədə 3-2 kəsirini tapır. Yəni birinci sadələşdirək. Baxın, Y çıx 1-i hətta buradan araşdıra da bilərik ki, Y çıx 1 bərabərdir. 3 bölünsün, o cür 5 vurulsun, 5 vurulsun, X çıx 1 bölünsün 3'dür. İkinciden Y çıx 1 bərabərdir. 3 vurulsun, X üstə gəl 1 bölünsün 2'dir. Y çıx 1'lər bərabərsə, sağları bərabərləşdirəcəm. Yəni 5x çıx 5 böl 3'ü bərabər edirəm. 3x üzərinə gəl 3 böl 2'yə. Çarpaz vursam 10x çıxılsın 10 bərabərdir. 9x üzərinə gəl 9'dursa x'imiz 19'dur. Yəni 19 oğlan vardı. Getir burada x'in yerinə 19 yazacağım. Y çıx 1 bərabər 3 vur. 19'un üstünə 1 20 böl 2. Y çıx 1 bərabər 31 isə Y də 30'dursa Y də bərabərdir 31'ə. Oğlanların sayı 19, qızların sayı 31'dir. Bizdən də düşərgədə neçə uşaq var soruşur. 19 üzərinə gəl 31, cavabımız 50'dir. Çalışma 29. Tutaq ki, bizə verilib bir düzbucaqlı paralelipetdir, kubdur və piramidadır. Bu olsun kubumuz. Bu olsun düzbucaqlı paralelipedimiz və bir də piramidamız var. Üçün də oturacağı kongruent kvadratlardan ibarətdir. Vizual çəkirəm ki, bunu başa düşəsiz. Bu da olsun bizim piramidamız. Verilib ki, piramida ilə düzbucaqlı paralelipedin hündürlüyü 6'dır. Bu da 6'dır. Bu da 6'dır. Və oturacağının tərəfləri bu cür adı, burada adı və düzbucaqlı paralelipedin deyir həcmi. Düzbucaqlı paralelipedin həcmi eni uzunluğu hündürlüyüdür. Baxın bunun. Yəni A vurulsun A vur 6 bərabərdir. Piramida və kubun həcmləri cəminə bərabərdir. Kubun həcmi A kubudur, piramidanın həcmi 3'də 1. S oturacaq vur H. A kvadratı vur 6'dır. Demək, V paraleliped bərabərdir. V kub, üstə gəl V piramidadır. Hər birini A kvadratına bölsəm, 6 bərabər A üzərinə gəl 2A. Burada bir 2'miz qalacaq. Alar da ixtisar gedir. 2. A da bərabərdir 4'də. Bizdən də soruşur. Onların oturacağın tərəfini tapın. Cavabımız 4'dür. Çalışma 30. Mərkəzi O nöqtəsində olan çevrədə AB paraleldir CD-yə. BO OC-yə perpendikulyar olarsa CD vətərinin mərkəzdən olan məsafəsindən AB vətərinin yarısına bərabər olduğunu ispat edin. Baxın, 90 olması bunun qövsün elə 90 olması deməkdir. Yəni bu qövs də 90'da. Çünki paralel vətərlər çevrədən bərabər qövslər ayırır. AD qövsü ilə BC qövsü bir-birinə bərabərdir. Gətirib bunları da birləşdirirəm bu cür. Birinə alfa deyirəm. Onda burada alfadır, bura betadsa, burada betadır. Baxın, O bucağı da burada 90'dır. AOD bucağı da 90 dərəcədir. Yəni verilmiş 2-3 bucaq üçün bu ikisi də
neysə bir əlaqəsi olan üçbucaqdan o əlaqəni necə quracaq? Baxın, A ilə D-ni birləşdirsəm, bura R-dir. Bunu da birləşdirəcəm buradan. Bura R-dir, bura R-dir, bu da R-dir. Növünə görə iki üçbucaqda necə üçbucaqdır? Əlbəttə ki, kongruent üçbucaqlardır. Burada 45-dir, burada 45-dir, bu da 45-dir, burada 45 dərəcədir. İki tərəfdə radiusdur, burada radiusdur deyə, daha doğrusu bucaqları bir-birinə bərabər olan, bu da radiusdur, bu da radiusdur. Amma indi bunun alfa ilə betanın nə əlaqəsi? Gəlin buradan belə bir perpendikulyar çəkək və bunu müəyyən edək ki, bucaq AOB ilə bucaq DOC-nin cəmi bərabər deyilmi elə 180 dərəcə? Çünki bu ikisinin cəmi 180-dirsə, baxın, bu bucaqla bu bucağın da cəmi 180 olacaq. Çünki daxillərində AB və DC göstərini saxlayırlar. Bu bucağa deyəcək AOB-yə 180 dərəcə çıx 2 alfa, üzərinə gəl DOC-yə 180 dərəcə çıx 2 beta, bərabərdə 180 dərəcə. Yəni 2 alfa plus 2 beta 180-dirsə, alfa beta cəmi 90-dır. Bax, gəldik əsas o məqama. Betadsa, bura alfadır, perpendikulyar yendirsəm, bura alfadsa, bu bucaq betadır, düzdür? Onda belə çıxır ki, 2-3 bucaq, baxın, rənglədiyim. Bu 2-3 bucaq növünə görə kongruent deyilmi? Yəni 3 bucaq bura bir M, bura bir Y deyəcəm. 3 bucaq AMO kongruentdir. 3 bucaq hansına indi? Baxın, A alfa gəlib, M 90 dərəcə gəlib, O beta gəlibdir. Onda bu cür gedəcəyik. O, Y, D-yə. Alfa 90, eyni zamanda burada beta olsun. Onda belə çıxır ki, mən O, Y-ni X götürsəm, O-Y bərabər X isə, onda AM OY-yə, MO YD-yə, AO OD-yə bərabərdirsə, OY-ni X götürmüşəmsə, AM də X-dir. Axı, vətərə qədər məsafə dedikdə o vətəri yarı bölür. Onda AB bərabərdir 2AM, bu da bərabərdir 2X-dir. İspat elədik ki, O-dan CD-yə qədər olan məsafə, yəni OY bərabərdir AB-nin yarısına. Bu da bizim isbatımız.